Qaşı qara, gözü qara, qurban olaram sana. Qaşı qara, gözü qara, benzeri var ceylanın. Qaşı qara, gözü qara, qurban olaram sana. Ah ne güzel yaratmış qurbanam yaradanı. Ah ne güzel yaratmış heyranım yaradanı. Şükür 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 Allah kurban olaram sana. Şükür 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 Allah heyran olaram sana. Ah ne güzel yaratmış kurbanam yaradana. Ah ne güzel yaratmış heyranam yaradana. Qaşı qara gözü qara benzeri var ceylana. Qaşı qara gözü qara kurban olaram sana. Bu dağlar olmasaydı, lalesiz olmasaydı. Bu dağlar olmasaydı, lalesiz olmasaydı. Ölüm Allah'ın emri, ayrılık olmasaydı. Ölüm Allah'ın emri, ayrılık olmasaydı. Qaşı qara. Haber ne yok? Sağ olun. Sağlamak çok güzel. İyidir. Təzə nə işlə Biz başladın? çox görmüşük. Birinci vaxtda səsiz açılır. Aha. Türkiyə seminerlərində var. Bizim orada gəzintilərimiz, müsahibələr hamısı olub. Sonra dərsliklərimiz var bizim. Coğrafiya, ədəbiyyata aid dərsliklər tutmuşuq. O 120 nömrə məktəblə də rahat saxlayıb. Onlara da vermişik yapanlıqlar. Yaxşı. Sonra müxtəlif dərsliklərdir. Orada hər məktəbin özünün dərsliyi var, alternativ dərsliklər gedir. Hansını bəyənirlərsə onu istifadə edirlər. Çünki bunlar liseylərdir, 6-cı sinifdən sonra lisey burada. Bəzən məsələn, bu da birdir, bu da birdir. İndi hər liseyin özünün xoşuna gələn dərsliyi var. Mövzular eynidir, ancaq işıqlandırma nöqteyi nəzərindən tamam başqadır. Hansı dərsliyi münasib bilirlərsə onu istifadə edirlər. Coğrafiya da özüdür. Eyni dərsliklər gedir. O dərslikdir də. Dərsliklər də bunlar coğrafiya, ədəbiyyatdan var. Bizdə bunlar da. Hə, çünki səfərləri ancaq İran bölgəsində. Çünki orada ani bir moment oldu Azərbaycanca. Tamam onu elə verir ki, çox gözəl işıqlandırır onu. İndi hansılarda imkanlarda istifadə edirik. Xəritələrini görürsünüz Rəhmət. Hər dərs çox xəritə tərtiblərini özü həddən artıq gözəlliklə, dəqiqliklə. Hər kitab da başlayır himlə, sonra andla. İlk növbədə uşağı milli ruh tərbiyə edilir. O ailə onu itki bilir. Çünki 13 dənə şəhid var. Şəhidləri yoxsa? Kəndin özündə, 13 şəhiddir. 8 dənə yaralımız var, 2 dənə itkimiz. Bu qeydiyyatına aparıb, qaldı indi aşağıda öyle olur. O istədilən bələn kötüdən Güzəbə biraz yaxın. Nazmə, bir bazı yaxınlaşın yerlərdə. İkisi də bizim məktəbin şəhərləridir, amma bunun adına deyirlər ki, verək. Onu razılaşdırın, məktəb deyilsin, bir daha əgər çoxdan vermişsə, nəsə... Təzəliklə vermişik. O, 50-lər cəmiyyətində Gülağa oğlan var. O deyir ki, mən özümü təşkil edəcəm, demişəm, laf yaxşı. Nə olur, laf yaxşı.
uşaq kimi qəbul edir. Ona görə də eləcə də saxlamışam. Biri də var əsirlikdədir. Bunu nəzərə almışıq ki, gələcəkdə aləmin davam edir. Söz verirlər ki, hər şey gətirsinlər. Salam Bey, hoş görmüş. Necəsiz? Allah'ım. Bir yenilik eləmişsiniz. Sizlə bir yerdə çox sağ olun. Bizdə bir dəyişiklik eləmişsiniz yoxsa? Hələ ki, bir yenilik yox. Həm Nazım, mən sevgilə... Yox, heç Nazım müəllimə də verilmərəm, heç kəsə verilmərəm. Sağ olun. Siz deməsiniz də. Yox. Biz bir ay bundan qabaq pul vermişdik, gəlmişlər, təsəvvürlər. Gəldilər, bunu böyük mevzuda getdilər, 20-25'lər. Burada bir kişilərə bir yermiş bağlantılar dedik. Göstərməklər. Dedilər, hoca bağlanır, işçilərimiz çıxarır. Biraz baxım sənə verir. Onu görürəm. Mesela bize bir elde değiller. Kaybuf dedi. Sonra. Onun için ben bir elde yazdım. Bak böyle olmadı. Şimdi bizde bir elde de geliyor. Ərə nə edirlər? Ərə nə edirlər? Ərə bir Yaxşı, oldu, sağ olun. hoş geldin.
əziz qonaqlarımız, sevimli müəllimlərimiz, istəkli şagirdlərimiz, xoş gördük sizi. Hardan başlanır Vətən adlı ədəbi bədii gecəmizə xoş gəlmisiniz. Adı qədər qədim olan, kökü eramızın əvvəllərinə gedib çıxan Zirə torpağında salamlayırıq sizləri. Bayağı əziz dost mahnısı oxundu. Doğrudan da dost gəlişi bayram olar deyirlər. Həqiqətən bugün dostlarımızın gəlişi bizi sevindirir. Biz arzu edirik ki, həmişə onları Zirə torpağında görək, bu kəndimizdə biz onları salamlayaq. İndi isə sözü məktəbimizin direktoru Nazim müəllimə verirəm. Müəllimlər, əziz şagirdlər, xoş gəlmişsiniz bu məktəbimizə. Bizim məktəbin müəllim və şagird kollektivinin birgə əməyi yolunda və hazırladıqları Hardan başlanır Vətən adlı ədəbi bədii gecəni açıq elan edirəm. İcazə verin, bugün gecədə iştirak edən qonaqları sizə təqdim edeyim. Əzizbəy rayon təhsil şöbəsinin müdürü İlham müəllim Məmmədov, Biz 20 saylı məktəbin direktoru Tahir müəllim. Bugün 241 saylı məktəbin müəllim və şagird kollektivinin sevincinin həddi hüdudu yoxdur. Çünki bugünkü gecədə bizimlə birlikdə hörmətli qonaqlarımız da iştirak edirlər. Ağrılı, acılı, təzadlı, bir qədər də müəmmalı günlərdə dəvətimizi qəbul edib tədbirimizə gəldiyinizə görə sizə məktəbin müəllim və şagird kollektivi adından xüsusi təşəkkürümüzü bildiririk. İcazə verin fürsətdən istifadə edib qarşıdan gələn yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramları münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Beləliklə, xoş gəlmişsiniz bu iki tədbirə. Sözü verirəm tədbirin arzularım. Buyurun. Hardan başlanır Vətən? Mən deyərdim ki, bizim sevgimizdən, qeyrətimizdən başlanır Vətən. Qeyrətsiz oğulların torpağını torba ilə daşıyarlar. Qədim, çox qədim bir əfsanədə deyilir ki, Afrika qəbilələrindən birinə qonaq gəlir. Onlar qonağı yüksək səviyyədə qarşılayıb yola salırlar. Lakin gedərkən qonaqdan xahiş edirlər ki, onlar ayaqqabılarını açsınlar. Ayaqqabılarını təmizləyəndən sonra onları geyinməyə icazə verirlər. Qonaqlar bunun səbəbini soruşanda cavab verilir ki, siz bizim əziz qonağımızsınız. Biz sizi yüksək səviyyədə qarşılayıb yola salırıq. Lakin torpağımızı daha çox sevirik. Biz razı ola bilmərik ki, torpağımızın bircə zərrəsi sizin ayaqqabılarınızın altında geçsin. Nə böyük hikmət var bu əfsanədə. Doğrudan da qeyrətsiz oğulların torpağını həmişə torba ilə daşıyacaqlar. Bugün xarici radiostansiyaların məlumatından aydın olur ki, torpaq dolu maşınlar İran ərazisindən keçməklə Ermənistandan Yaponiyaya göndərilir. Nə torpaqdır bu torpaq? Bu torpaq Oğuz yurdunun torpaqlarıdır. O torpaqlar ki, Azərbaycan qızının 65%-ni özündə cəmləşdirir. O torpaqlar ki, dünya standartlarına görə 1 ton filizdən 4 qram qızıl alınır. Lakin Azərbaycanda 1 ton filizdən 11-12 qram qızıl alınır. Bugün Böyük Britaniya, Almanya, İran, Türkiyə, Əlcəzair, bu dövlətlərin birgə qızıl ehtiyatı qədər Azərbaycanda qızıl var. Bugün Ulu Oğuz yurdunun qədim yurt yerlərində bayquşlar ulaşır. Tarixin Xocalı adlı döngələrində taxtalandı namusu böyük bir xalqın Xocalı. Yazıldıqca yazılacaq, açıldıqca açılacaq. Əsrimizin ən böyük faciəsi, erməni faşizminin ən böyük təsdiqi Xocalı. Bugün torpağımızı torba ilə daşıyırlar. Bir şey fikirləşmirik ki, bugün işğal altında qalan hər bir dəqiqəmiz milli sərvətlərimizin talan olunması, milli adət-ənənələrimizin, tarixi ibadət yerlərimizin məhv olması deməkdir. Cəsur oğullarına güvənir Azərbaycan. Bugün müharibə fırtınalarının tutanaqları içərisində işıqlı bir sabah görünür. Azərbaycanın gələcəyi o sabahdadır. Bugün Azərbaycanımızın bədəninə sancılan qəlpə yaralarını sabah öz əlimizlə qoparacaq
Beşikdəki körpələrdən tutmuş, qırıb günəşini xatırladan qocalara qədər hamımız sənin zərrənik, hamımız sənin ətrafında hərlənən pərvanələrik. Uludur, ucadır şöhrətin, sanın, xeyir bərəkətdir mirin, buğanın, xan araz qubarın, dəli kürdanın, dünyanın gözüsən Azərbaycanın, hikmətsən, mənasan şərqin səsində, yerin var dünyanın xəritəsində, deyirəm bəlkə də yer kürrəsində, günəşin özüsən Azərbaycanın. Bilinmir. Nesilden nesile bir yadigardır. Benim doğma yurdum Azerbaycan, torpaqdan mı göğerim, denizden mi çıxıb? Belki güneşin yere düşmüş bir zerresidir. Bilmirəm, amma bilirəm ki Azərbaycan qədimdən qədim, əfsanədən əfsanəli, gerçəkdən gerçək, bayraqda kişilik və yiğitlik yazılmış bir dünyadır. Azərbaycan,
gözəli Çəmənlərdə gəzir Vaqifin şux gözəli Ruhunu oradan alır Natəvanın qəzəli Ruhunu oradan alır Natəvanın qəzəli Anadır arzulara hər zaman qarağa Barışaq bir dodağı Kaman qarağa Qarağa can qarağa Anadır arzulara hər zaman qarağa Barışaq bir dodağı Kaman qarağa Qarağa can qarağa ana yurdum Gül açar ömrümüzün en şirin arzuları Gül açar ömrümüzün en şirin arzuları Anadır arzulara her zaman Qarabağ Danışan dil dodağı tar kaman Qarabağ Qarabağ can Qarabağ ana gönlüm Anadır arzulara her zaman Qarabağ Danışan dil dodağı tar kaman Qarabağ Qarabağ can Qarabağ ana gönlüm Qarabağ can Qarabağ ana yürü Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli Arif olanın sevgili canan vətəndir Arif olanın sevgili canan vətəndir Hem namusu, hem namusu, gayret vicdan vətəndir. Herkes kim, benim ünvanımı sizden soruşarsa, o şahsı değil ki, mailin ünvanımıza, kıramam amaydan dünyaydan. Bu şamanlarda gezir, bakın çok gözəli. Bu şamanlarda gezir, bakın çok gözəli. Ruhunu oradan alır, natavanın qəzəli. Ruhunu oradan alır, natavanın qəzəli. Anadır arzuları hər zaman Qarabağ. Danışan bir dodağı Kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzuları hər zaman Qarabağ. Danışan bir dodağı Kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. 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 Kırılsın, göz okşayan yamyaşıl çemenliklerimizin güzellikleri çalkalı. Ayak yalın, baş açık, yıkılakla kaderlerde attığım torpaq. Zirvelerde bakıp övündüğüm ulu dağlar, qırçın ləpəli göllər, yaslı təpələrdir vətən. Gah aydınlıqdan bəri boylanan, gah da üzərindən sallanan, qayaları xatırladan, əsrarəngiz mənzəri, bulud laylayla örtülən, uca səmadır vətən. Məni qırsan, ağrıdan ala gözü ötürsən, gül səsini göy xəzərə yetirsən, xəzər coşur, zəncirini qırsa o, hökm etsə bu sənsən, gidiş dursa o. Xəbər aldım moğalından, gülündən, nazlı bakım, o nezd oxan gülündən. Kim
Benim dünyam, benim dünyam. Kimler olmuş gör sırdaşım. Benim dünyam, benim dünyam. Kimler olmuş gör sırdaşım. Benim dünyam, benim dünyam. Nizam edinle zalimi, neslinin sırdaşı.
çok er kırıldı, az er kaldı. Koy az erler çok olsun, azerler çok alsın. Bilin ki torpağın yurt, vətən olması için iki şart lazımdır. Biri odur ki, gerek bu torpağı əkəsən, becərəsən. Biri de olur ki, bu torpağı yağlardan koruyasan. O torpağı ki koruyabilmedin, onu ekip becermeye değmez. Bölgeli ağacımız kesilmesin, çağlayıp akan sularımız kurumasın. Namerde mühtaç olmayan, ümidimiz üzülmesin, kanatlarımız kırılmasın. Uca dağın ocakları hemşe yanar dursun. Dedem korkut, yüzülüklerin o özünden sesin geldi. Hanım hatın kızlarımız saç yoldular, yüz yırttılar. Dedem korkut, söylediğin o sözleri bir de söyle. Merdigitler, koca eller, ser boylu gelinler, analar. Neler demiş bir de söyle. Bu torpağa palas gibi düşenlerimiz okşaya, derdinde yer. Bağlı çiçek, sevdiğim hatun, burla hatun. Erek zengin, hecel kimi. Dedem Korkut kapız çalıver eylemişti. Yurt sağırsa göçede, Kazan Beyruğu'nu gezdirmişti sarlarda, Allah'ımda. Akıl hırsızı çeker yolları ve senin için almaz beni. Adaletin karşısında yanı düşmez, diz çökmüştüm ayaklara, dipte kana. Seni senden olanlar var, ortalıkta yalanlar var, seni hakka çağırıram. Boşboğazlar bağırdılar, ağrı sazlar çığırdılar, seni şeye çağırdılar, seni hakka çağırırım. Yaz